Deməli, yoldaşlar, tələbələr üçün iş var. Mən bir neçə işdən bəhs etmək istəyirəm. Amma bundan bəhs etmədən öncə bildirmək istəyirəm ki, kanalda gənclər üçün də iş adlı bir video olmalıdır. O videoya da göz gəzdirə bilərsiniz. Burada mən sizə təxminən bir 4 dənə vakansiyadan bəhs etmək istəyirəm. Amma dediyim kimi, başqa variantlar da mümkün ola bilər. Onları da bir göz gəzdirib kontrol eləmənizi tövsiyə edirəm. Deməli, sosial media meneceri işi var. İlk öncə ondan bəhs etmək istəyirəm. Satış yönümlüdür. Burada qeyd edim ki, həm part-time, həm də full-time. Part-time işləyirsinizsə, əyani olaraq gəlirsiniz, iştirak edirsiniz, işləyirsiniz daha doğrusu. Full-time olaraq istəyirsinizsə, o zaman online'dır və elastik qrafikdir, yəni dərs cədvəlinə uyğun eləyə bilirlər. Əsas məsələ tələbə statusunuz olsun, sosial mediada aktiv olun, trendlərdən xəbərdar olun, telefonla keyfiyyətli çəkiliş bacarınız olsun. Deməli, burada fix əmək haqqısı da var. Fix əmək haqqısı yoldaşlar, iş saatına görə 250 manatdan 500 manat arası dəyişir. Və üstə gəl, hər satışdan da bonus verə bilirsiniz. Bu bir variant olan bir iş idir. Sonra gənclər üçün layihə rəhbəri işi var yoldaşlar. Gənc layihə rəhbəri axtarılır. Kim ki, əgər 2-ci, 3-cü və ya 4-cü kurslar və yaxud da magistratura səviyyəsi üzrə təhsil alan tələbədirsə və yaxud da məzundursa, bu işə müraciət edə bilər. Amma burada bir şərt var. Şərt bundan ibarətdir ki, gənclərlə və könüllülərlə iş, layihələrin idarə edilməsi, tədbirlərin təşkili, beynəlxalq əlaqələr və kommunikasiya üzrə minimum 2 illik iş təcrübəniz olmalıdır. Bu, dövlət sektorunda olan bir iş olmalıdır yoldaşlar, xəbəriniz olsun. Dövlətin təhsil sektorunda olmalıdır. Belə bir variantda da iş var. Sonra infrastrukturun idarə edilməsi departamentində iş var yoldaşlar. Sintex şirkətlər qrupunda təcrübəçi işidir. Burada da sizdən tələb edirlər ali təhsil, iş təcrübəsi demək tələb eləmirlər. Hətta son kurs tələbəsi də olsanız, yəni müraciət edə bilirsiniz bu işə. Office proqramları üzrə baza bilikləriniz olmalıdır yoldaşlar. Yəni demir super bilin. Yəni baza bilikləriniz varsa bu işə müraciət edə bilərsiniz. Bundan əlavə yoldaşlar xanımlar üçün variantı da var. Minax şirkətindədir. 18-22 yaşlı gənc xanımlar üçündür. Təcrübədə tələb eləmirlər. Kompüter bilikləriniz heç olmasa az olsun. Universitet və ya kollec məzunu olun və yaxud da sonuncu kurs tələbəsi olun. Əgər o şərtlərdən birinə uyğunsunuzsa, öyrənməyə həvəslisinizsə, belə bir iş imkanı da var. Vaxtında ödəniş edirlər 300 manat. İş qrafiki də ondan 7-yə kimidir. Nərimanov metodunun yaxınlığındadır. Bu nə işdir bəs? Bu da yoldaşlar, işiniz yoldaşlar, bu belə deyim də, real layihələrlə iş imkanı olan bir işdir. Yəni, layihələr üzrə olan bir işdir. Bu işə də müraciət edə bilərsiniz. Bu işlərlə əlavə digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə, və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, ümumiyyətlə, iş tapmanıza çətinlik çəkirsinizsə, tələbələr üçün olan başqa işlərlə də tanış olmazsınızsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Siz əgər bu videonu YouTube-da istəyirsinizsə, əlaqə vasitəsi videonun altında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok'da istəyirsinizsə, o zaman Toğrul Əcəb sözünə toxunun, kanala daxil olun. Kanala daxil olundan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.